Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ESC Helikopter Services MMC-nin təşkilatçılığı ilə Zabrat Hava Limanı ərazisində nəqliyyatda və sərnişin daşımada yanğın təhlükəsizliyi mövzusunda tədbir keçirilib. Tədbirdə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə Xidmətlərinin SAG Helikopter Services MMC-nin istismarında olan nəqliyyat vasitələrinin uçuş və texniki heyəti, o cümlədən təmir, bərpa, inzibati və təhlükəsizlik məsələləri üzrə məsul əməkdaşları iştirak ediblər. Tədbirdə çıxış eləyənlər nəqliyyat vasitələrində, xüsusilə sərnişin və yük daşımalarında, eləcə də anqarların və hava limanının ərazisində fəaliyyət göstərən, İnzibati və texniki xidmət sahələrinin, yanacaq çənlərinin, yanğın təhlükəsizliyinin təmin olunmasının vacibliyindən danışıblar. Bildirilib ki, hava nəqliyyatı vasitələrində və onların təmir sexlərində və anqarlarda baş verə biləcək yanğın hadisələri insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır və bu sahədə daşıyıcı şirkət tərəfindən profilaktik tədbirlərin gücləndirilməsi xüsusi əhəmiyyətə malikdir. Tədbirdə uçuş heyətinin, həmçinin texniki və digər sahələrdə fəaliyyət göstərən əməkdaşların yanğın təhlükəsizliyi qaydaları barədə maarifləndirilməsi, nəqliyyat vasitələrinin texniki sazlığının təmin edilməsi və onlara vaxtaşırı texniki qulluq göstərilməsi, ilkin yanğın söndürmə vasitələrinin və nəqliyyat vasitələrinə istehsalçı zavodlar tərəfindən quraşdırılan, avtomatik yanğın söndürmə sistemlərinin daim işləy vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb. Həmçinin yanacaq sistemlərinin, mühərrik şöbələrinin asan alışan yanacaq sürtkü materiallarından təmiz saxlanılması, elektrik təsərrüfatlarının, xüsusilə texniki işıq komplekslərinin elektrik qurğularının quraşdırılması qaydalarının tələblərinə uyğun istismarı, həmin sahələrə dövri qulluqların və müayinələrin keçirilməsi, daşıyıcıların bu barədə məsuliyyəti və sərnişinlərin təhlükəsizliyinin prioritet məsələ kimi diqqətə saxlanılmasının zəruriliyi diqqətə çatdırılıb. Daha sonra tədbirin praktiki hissəsinə start verilib. Praktiki hissədə şərti yanğın zamanı həyəcan siqnalı verildikdən sonra hava limanının anqar sahəsində yanğın baş vermiş nəqliyyat vasitəsi təlimata uyğun olaraq bərk qoşqu ilə kənarlaşdırılaraq yanğının ətrafa yayılmasının qarşısı alınıb. Yanğın söndürmə bölmələri operativ qaydada hadisə yerinə çataraq yanğınla mübarizə tədbirlərini icra ediblər. Təlimin sonunda iştirakçılara yanğın təhlükəsizliyi barədə məlumat verilib, parklar, anqar və qarajlarda yanğın təhlükəsizliyinə dair normalar izah olunub.